Salam əziz müəllimlər və dəyərli müdavimlər. Bugün sizinlə Rosenstein'ın birbaşa təlim modelinin, yəni izahını verəcəm. Birbaşa təlimin özülündə dayanan əsas fəlsəfi prinsiplər nədir? Rosenstein'a görə, yəni Rosenstein deyir ki, bütün şagirdlər öyrədilə bilər. Bütün şagirdlər akademik və özgüvən, özünə inam baxımından inkişaf edə bilər. Amma necə, yəni nə etməliyik, təlimi necə təşkil etməliyik? Təlim elə təşkil edilməlidir ki, şagirdlərin öyrədilən məlumatları yanlış anlaması ehtimalı azaldılsın və təlimin effektivliyi gücləndirilsin. Loru dillə desək, dərsi izah edərkən tam belə deyək də, tam başa düş müəllim üçün deyir. Tam deyir şagirdini tanı, tam onu oxu. Gör o həqiqətən bugün sənin keçdiyin dərsi mənimsədimi, həzm etdimi, dərindən başa düşdümü? Bunu deyir başa düş. Yoxsa deyir uşağın beynində suallar içində göndərmə evə. O sualları elə dərs zamanı anındaca cavabla ki, uşağın beynində o mövzu ilə bağlı qaranlıq məqam qalmasın, dərinliyinə qədər öyrənsin. Yəni bunu demək istəyir. Və Rosenstein'ın 6 dənə təlim prinsipi var. Birinci təlim prinsipi odur ki, deyir, tədrisə daha öncə öyrənilənlərin qısa təkrarı ilə başlayın. Yəni demək istəyir ki, ay müəllim, dərsə girdin, dərsə başlamazdan əvvəl deməli, dərsə sual-cavabla başlayın. Yəni əvvəlki dərsin sual-cavabı ilə başlayın. Burada da baxın qeyd eləmişəm, müəllimlər dərsə başlamadan əvvəl mövzunu təkrar etməklə şagirdlərin əvvəlki biliklərini aktivləşdirir. Yəni dünən, sırağa gün, o biri gün keçdiyimiz bilikləri bir daha yada salırıq. Yeni bilik üçün zəmin yaradır və bunun üçün deyir hansı fəaliyyətlərdən istifadə edilir? Şagirdlərdən yaxın mövzularla bağlı fakt və anlayışları xatırlatmaq, yəni ki, son bir həftə, son 2 həftə keçdiyimiz belə deyim də mövzuların sual-cavabını edirik. Bir növ xatırlayırıq, yada salırıq ki, hər dərs biz bunu artıq bir dəfəlik beynimizdə, yəni həkk eləyək. Vərdiş halını alsın. Yeni məlumatı öyrənmək üçün əvvəlki biliklərlə əlaqə qurmaq, köhnə bilikləri yeni kontekstdə yenidən nəzərdən keçirmək. Bu proses şagirdlərin əvvəl öyrəndiklərini yenidən strukturlaşdırmasına və yeni mövzunu daha asan mənimsəməsinə kömək edir. Yəni uşaq əvvəli yaxşı bilsin ki, sonra yeni mövzunu da daha dərindən başa düşsün. İkinci prinsip də deyir ki, hissə-hissə öyrətmə prinsipi. Deyir ki, ay müəllim, dərsə başlamazdan əvvəlcə köhnə dərslərin sual-cavabını elədin, çox gözəl. İndi deyir ki, dərsi hissələrə bölərək keç. Yəni bir mövzu keçəcəksən, bunu hissə-hissə elə başdan tutma getmə də axıra kimi. Arada bir dayan, bir soruş. Keç, uşaq başa düşmür bunu. Hissə-hissə, az-az keç ki, uşaq onu dərindən mənimsəsin. Mənimsəməyibsə o hissəni bir daha izah et. Yeni materialı kiçik hissələrlə təqdim edin. Hər hissədən sonra şagird fəaliyyətinə yer ayırın. Yəni ki, biraz keçdin, deyirəm ki, ay uşaqlar, yəni başa düşdünüzmü dərsi? Müəllim materialı kiçik hissələrə bölüb ardıcıllıqla təqdim edir. Şagird hər hissəni tam mənimsədikdən sonra növbəti hissəyə keçir. Bu zaman məlumatlar tədricən dərinləşir və ardıcıl öyrənmə təmin olunur. Hətta deyir, tədqiqatlara görə materialın az-az verilməsi şagirdlərin yüklənməsinin qarşısını alır, unudulmanı azaldır, daha yaxşı nəticələrə gətirir, şagirdlərdə özünə inam yaradır. Bu nə deməkdir? Deyir ki, baxın, lap sizlərdən nümunə gətirəcəm, mən öz müdavimlərimdən. Mənə yazırlar ki, müəllim, hansı aydan qoşulum? Mən də deyirəm hər dəfə ki, ay müəllim, sentyabrdan da qoşula bilərsən, dekabrdan da, martdan da. Bu baxır sizin qavrama qabiliyyətinizə. Nəysə, adam vardır ki, yox müəllim, mən sentyabrdan qoşulum, mövzuları az-az, dənə-dənə keçsək, mən onu mənimsiyim, mən onu qəşəng başa düşüm. Adam da var, məsələn, yanvardan qoşulur, fevraldan qoşulur, mövzunu 2-2, 3-3 keçirsən, deyir ki, müəllim, motivasiyam aşağı düşdü, görürsünüz, özünə inam getdi.
Çünki mən deyir dərsin o birisini başa düşməmişəm, siz amma 3 dənə mövzu vermisiniz, testləri çatdıra bilmirəm. İndi bu da mənim günahım deyil də. Proqram 7 aylıqdır. Siz yanvardan qoşulursunuzsa biz bunu dənə-dənə keçsək, imtahan da olub bitər, biz elə proqramı bitirmərik. Ona görə məcburuq 2-2-3-3 keçməyə. Bu zamanda nə olur? Deyir ki, mənim üçün müəllim bu daha yaxşı nəticə vermir. Üst-üstə yığılır, birini oxuyuram, o biri yadımdan çıxır. Baxın, mənası ora gəlib çıxır. Sonra üçüncü prinsipimiz işlənmiş nümunələr prinsipi. Deyir ki, ay müəllim, uşaqlara dərs keçərkən, məsələn deyirəm də, bugün uşaqlara keçmişik, x üstəgəl 5 bərabərdir 10. Uşaqlar, indi bu tənliyi necə həll edəcəyik? X bərabərdir bu 10-u gətirəcəyik aşağı, bu 5-i də bura qoyacaq çıx, çünki bunun qabağı müsbət idi, aşağı düşəndə mənfi oldu. X bərabərdir 5. Uşaqlar, indi bu x hansı x-dır? Baxın, buradakı x-dır. Bu 5-i gətirib qoyuruq bura. Aha, 5 üstəgəl 5, cavab 10-dur. Deyəcəksiniz, müəllim riyaziyyat keçir? Yox. Bunu tam sizə başa salmaq istəyirəm ki, işlənmiş nümunə nədir? Deyir ki, bir nümunə göstərsənsə uşağı, onu dərindən başa sal ki, bu x nə idi? X bərabərdir 5. Yəni bu x nə idi? Biz burada nəyi almağa çalışırdıq? Bunu deyir, bir nümunə üzərindən izah elə. Hətta deyir, bunu silmə lövhədən. Hansı ki dərsi keçdik, bitirdik, sonra uşağa tapşırıq veririk. Məsələ 2-ni yaz, məsəl üçün, misal 3-ü yaz. Uşaq yazanda deyir, bir arada bir yadından çıxanda başını qaldırıb bu nümunəyə baxsın. Çünki dərsi elə indi keçmirsən, o çaşa bilər. Ona görə qoy qalsın lövhədə. Hələ ki nümunəyə baxaraq yazsın. Bax, işlənmiş nümunələr prinsipi budur. Deyir, modellər və işlənmiş nümunələr təqdim edin. Bax, təqdim elədik. Bu şagirdlərə problemləri daha tez və ya daha yaxşı həll etməyə kömək edir. Müəllim şagirdlərə tam həll edilmiş nümunələr təqdim edir. Şagird nümunəni addım-addım izləyərək problemin həllin necə aparıldığını görür. Bu şagirdlərin öz fəaliyyətlərini düzgün istiqamətləndirməsinə və səhvləri azaltmasına kömək edir. Məntiqi ardıcıllığı görməyi asanlaşdırır. Riyazi və məntiqi məsələlərin həllini sürətləndirir. Şagird necə həll etməliyəm sualına vaxt itirmir. Çünki siz hissə-hissə başa saldınız axı orada nümunə üzərində dərindən dediniz ki, bu nədir, bu nədir, bunu hardan aldıq, bunun yerinə nə qoyuruq. Yəni uşaq mahiyyəti başa düşür də, əzbərçi deyil, tam dərindən başa düşür. Qısa zamanda yüksək nəticə əldə edilir. Dördüncü prinsipimiz anlamanı yoxlamaq. Sadəcə çoxlu tapşırıq vermək kifayət deyil. Şagird yeni əldə etdiyi bilikləri məntiqi kontekstdə və ardıcıllıqla tətbiq etməlidir. Materialı təkrar-təkrar mexaniki etməklə deyil, anlam qurmaqla mənimsəmək məqsədə uyğundur. Deyir ki, yalandan elə çoxlu tapşırıq eləsin. Görək bu dərsi bir başa düşübmü, bir mənimsəyibmi, bu dərindən anlayıbmı mövzunu? Şagirdlər verilən misalların mahiyyətini anladıqca daha yaxşı yadda saxlayırlar. Yəni əsas odur ki, bunu anlasın. Anladısa, artıq onun qarşısına nə qədər çətin tapşırıq çıxırsa çıxsın, onun öhdəsindən gələcək. Əgər mahiyyətini anlamayıbsa, o sadəcə sizin verdiyiniz nümunəyə baxacaq, edəcək asanları. Amma qabağına biraz daha mürəkkəbi çıxanda artıq onu edə bilməyəcək. Çünki mahiyyəti anlamayıb. Anlamanı yoxlamaqda Rozenşanə görə 2 məqsəd var. Birincisi odur ki, şagirdlərin uzun müddətli yaddaşındakı digər öyrəndikləri ilə əlaqələrin möhkəmlənməsinə səbəb olur. Bir sözlə deyir ki, məsələn, mən dərsi hissə-hissə keçirəm, keçdim, arada bir sual verirəm. Filan kəs, indi mən nə dedim, bunu necə anladın? O da cavab verir. O birisi uşaqdan soruşuram. Filan kəs, yoldaşım düz cavab verdi. Beləcə mən hər ikisini yoxlamış oluram ki, görüm dərsi anlayıblar, yoxsa yox. Mən burada bir məqsədim budur ki, bu biliyi qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürək. Yəni ki, daha da möhkəmləndirək. Mən keçdim, hələ ki qısa müddətli yaddaşdır. Bir daha özlərinə danışdıraraq onlara həzm etdirirəm. Çeynədirəm, lap belə deyək, və o onun uzun müddətli yaddaşına həkk olunur. İkinci məqsədim odur ki, mən istəyirəm görüm bunlar dərsi anlayıblarsa, mən növbəti hissəyə keçim. Anlamayıblarsa, mən təzədən qayıdım əvvəlki hissənin bir daha izahını verim. Yəni anlamayıblarsa nə mənası var növbəti hissənin izahına.
Baxın, yəni ikinci məqsəd nədir? Müəllimə yeni materialı tədris edib etməməklə bağlı məlumat verir. Anlamanı yoxlamaqla müəllim qərar verir ki, növbəti materialı tədris etsin, yoxsa yox. 5-ci prinsipimiz şagirdlərin sizin köməyinizlə yeni mövzunu tətbiq etməsinə şərait yaradın. Deməli, materialı təqdim edərkən müəllim şagirdlərin əvvəlki biliklərini üzə çıxarmalıdır. Mövzunu kiçik hissələrə bölüb mənimsətməlidir. İşlənmiş nümunələrdən istifadə etməlidir. Hər bir hissəni şagirdin tam başa düşdüyünə əmin olmalıdır. Bu bizim belə deyək də 4 prinsipimiz gəldi, ardıcıl. Bu yanaşma şagirdlərin ardıcıllıqla düşünmə, təhlil, problem həlli və riyazi məntiq bacarıqlarını artırır. Yəni deyir ki, ay müəllim, hələ təzə dərsi keçmisən də, təzə dərsi keçəndə onlar tapşırıqda çətinlik çəksə, yəni yeni mövzunu tətbiq edərkən deyir, onlara şərait yarat. Yeni mövzunun tətbiqinə şərait yarat. Hətta belə deyim, bəzən olur ki, müəllim dərsi keçir, sinifdə işlətmir tapşırıq, evə verir. Hətta valideynlərin belə söz var. Buna baxın, müəllim də asan tapşırıqları sinifdə işlədir, çətinləri evə verir. Belə bir söhbətlər də olur bəzən. Yəni deyir ki, yeni mövzunu tətbiq etməsini uşağa şərait yarat ki, qoy sinifdə tətbiq eləsin ki, evdə onun üçün daha rahat olsun. 6-cı prinsip çətin tapşırıqlar üçün müvəqqəti dəstək, yəni scaffoldinglik. Müəllim izahlardan əlavə xüsusilə çətin məsələləri həll edə bilmələri üçün şagirdlərə scaffolding strategiyalarından istifadə edərək müvəqqəti dəstək verməlidir. Yəni deyir ki, şagird özü o tapşırığı sərbəst edənə qədər müəllim ona müvəqqəti dəstək verməlidir, köprü rolunu oynamalıdır. Scaffolding strategiyaları nədir? Müəllimin səsi düşünməsi. Məsəl üçün, mən lövhəyə yazıram ki, Rosenstein, bir baba belə yazıram. Yəni, susmuşam. Bu zaman nə olur? Bayaqdan ki, uşaqları dərsə cəlb etmişdim. Mən üzümü çöndərdim, sakit səslə, yəni sakitcə danışmadan orada yazı yazıram. Uşaqlar arxada başlayacaqlar bir-birinə söhbətə. Amma mən əldə saxlamalıyam, axı, uşaqları o qarmağında saxlamalıyam. Yəni, bayaqdan dərs izah edirdim, indi çönüb nəsə yazıramsa, yazı danışmalıyam. Məsələn, Rosenstein birbaşa təlim modeli. Bu təlim modelində söhbət, nə bilim, filan şeylərdən gedir. Yəni danışmalıyam, qoymamalıyam onlar boş qalsın. Bax, buna deyirlər müəllimin səsi düşünməsi. Müəllimin şagirdləri edə biləcəkləri mümkün səhvlər barədə məlumatlandırması. Müəllim bilir ki, uşaq hansı səhvləri edə bilər. Əvvəlcədən deyir ki, bax, uşaqlar diqqətli olun, filan şeydə diqqətli olun. Mən adətən taksonomiya keçəndə bilirəm ki, müəllimlərin ən çox elədiyi səhv əsaslandırma feilidir. Məsələn, 10 aid suallar verəndə deyirəm, müəllimlər diqqətli olun, əsaslandırma feili təhlil etmədə də var, dəyərləndirmədə də sualı diqqətli oxuyun. Bilirəm də, yəni harda səhv edəcəklər. Yəni əvvəlcədən məlumatlandırıram. Müəllimin şagirdlərə öz işlərini dəyərləndirmələri üçün checklist sözü mənası yoxlama siyahısı verməsi, deyir, öz işlərini dəyərləndirmələri üçün checklist, yoxlama siyahısı verməsi, bu bilirsiniz nədir? Özünü qiymətləndirmə cədvəli, özünü qiymətləndirmə rubrikidir. Və bu listdən necə istifadə edə biləcəklərini nümayiş etdirməsidir. Yəni, uşağa vermişəm, belə bir tutalım ki, A4 kağızıdır. Bura yazıram ki, tutalım özünü qiymətləndirmə cədvəli. Məsəl üçün, tutalım ki, Məmmədova Aysel. Yəni, bunu şagirdə verəcəm də, Məmmədova Ayseldir güya, nə bilim, ya da ki, Nicat, o birisi Aygün, Əlivəli, Pirvəli və s. Özünü qiymətləndirmə cədvəli Məmmədova Aysel. Bura meyarlar yazılacaq, müəllim yazır. Uşaq da bu meyarları oxuyub, burada hə, yox, yəni necəyəm, nə də zəifəm, nə də güclüyəm və s. özünü qiymətləndirir. Bax, buna deyirik checklist, yəni yoxlama siyahısı və bundan da necə istifadə etməyi də şagirdlərə əvvəlcədən nümayiş etdirməliyik. Başa salmalıyıq ki, bilsinlər də. Şagirdlərə ekspert nümunələrinin təqdim olunması, yenə də dərslə bağlı nümunələrin təqdim olunması. Belə müəllimlər, birbaşa təlim modeli dərsimiz bu qədərdir. Çətin dərs deyil, maraqlı dərsdir. Mən çox sevirəm bu təlim modelini. Məncə də, məsələn, belə həqiqətən də keçilsə, həqiqətən də əmin olsaq, hissə-hissə əmin olsaq ki, uşaq bunu dərindən başa düşdü, qavradı, növbəti hissəyə keçib sonra izahını versək və s. Yəni, bu 6 prinsipi yerinə yetirsək, məncə də bütün şagirdlər öyrədilə bilər.
Təbii ki, indi istisnalar da ola bilər şagirdlərdə. Belə müəllimlər, bugünkü izahımız da bu qədər. Dəstəyinizi gözləyirəm. Sağ olun, salamat qalın.